İndi isə ən əlçatan, demək olar ki, ən ucuz Apple saatlarına keçid almaq istəyirəm. Apple Watch SE-nin 3-cü seriyası. Apple Watch SE 3 haqqında məlumat verəcəm. Bu saatların daxilində S10 çipindən istifadə olunub. Bunun sayəsində SE-də Always On funksiyası olacaq. Bütün yeni jestlər indi SE3-də də olacaq. Biləyin fırladılması, ikili barmaq toxunması. Bir sözlə nisbətən ucuz olan, amma bunun heç kimin ayırd edə bilməyəcəyi bir Apple saatı. Ürək ritminin pozulması, yıxılma sensoru və sos çağırışı funksiyası var. Qadın siklinin ölçülməsi üçün hərarət sensorları var. Apnoyanın təyin olunması, sleep score bu saatlarda var. Və əlbəttə ki, musiqilərin elə saatdan dinləmək üçün səs dinamikləri. Nəyə lazımdır bu dinamiklər? Bunu mən bilmirəm. SE3 18 saat aktiv işləmək üçün akkumulyatorlar tərkiz edilib. Bundan başqa SE2 saatlarından 2 dəfə daha sürətli zaryadka ilə tərkiz edilib. 15 dəqiqə zaryadka 8 saat istifadəni təmin edəcək. 2 rəng palitrasında satılacaq. Alüminiumdan Starlight və Midnight. Zənnimcə ən ideal Apple saatı. Bütün yeniliklər slaytdadır. Dəqiq baxmaq istəyən özünüz bilirsiniz nə etmək lazımdır. 5G əlbəttə ki var.